Qarşıdan bayram günləri gəlir. Novruz bayramı süfrələri zəngin və müxtəlif təamlara malik olsa da, düzgün qidalanmadıqda sağlamlıq üçün fəsadlar yarana bilər. Bayram günlərində qidalanma rejiminin pozulması həzm problemlərinə və digər narahatlıqlara səbəb ola bilər. Mütəxəssislər isə bunun qarşısını almaq üçün müəyyən məqamlara xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Hər şeydən öncə bayram günlərində qidalanmanın optimal rejiminə və balanslaşdırılmış qidalanmaya diqqət edilməlidir. Yəni gün ərzində az miqdarda porsiyalarla qidalanmaq tövsiyə olunur və eyni zamanda bilirik ki, orqanizmimizin gündəlik olaraq yağ, zülal, karbohidrat ehtiyacı ödənilməlidir. Yəni yeməkləri yeyərkən, seçərkən bunlara diqqət edilməlidir. Məsələn, zülal tərkibli yeməklərə üstünlük verildikdə bir çeşid yeməyə üstünlük verilməlidir. Məsələn, balıq əti yeyilibsə və yaxud da toyuq əti yeyilibsə, bunları qarışdırmaq düzgün hesab edilmir. Ümumiyyətlə isə lif tərkibli qida məhsulları, yəni tərəvəzlərdən bol şəkildə istifadə olunmalıdır. Mütəxəssislər həmçinin bildirir ki, bayram günlərində mayonezli salatlardansa zeytun yağı ilə hazırlanan yüngül salatlara üstünlük vermək daha faydalıdır. Bayram süfrələrinin ən sevilən və əvəzolunmaz yeməklərindən biri olan plovun da uzun müddət saxlanılması sağlamlıq üçün risk yaradır. Plovu hazırladıqdan sonra günlərlə o qalır, bayatlaşır və təkrar qızdırılır. Bu yol verilməzdir, çünki düyünün tərkibində Bacillus cereus adlanan bakteriyalar var və dəfələrlə düyü termiki emala məruz qalması nəticəsində həmin bakteriyaların inkişaf etməsi üçün əlverişli şərait yaranır. Bunu hətta bəzən bayat plovun dadında, təamında müəyyən dəyişikliyin olması nəticəsində də hiss edə bilərik. Bu həmin bakteriyaların fəaliyyətinin nəticəsidir. Bayram süfrələrində müxtəlif içkilərin həddindən artıq istehlakı da sağlamlığa mənfi təsir göstərə bilər. Mütəxəssislər bildirir ki, mayenin yeməkdən 30 dəqiqə əvvəl içilməsi həzm prosesini yaxşılaşdırır və orqanizm üçün daha faydalıdır. Sağlamlıq üçün ən yaxşı seçim isə adi su və ya təbii içkilərdir.